Bu səhifədə proqramlaşdırma öyrənmək istəyən gənclər üçün videolar hazırlayıram və düşündüm ki, Azərbaycanda hal-hazırda IT sahəsində təhsil alan bir gəncə nə faydalı ola bilər. Və bu qənaətə gəldim ki, proqramlaşdırma sahəsində istifadə olunan terminləri, anlayışları, texnologiyaları qısaca izah etdiyim videolar çəkim. Bu videoda HTML, CSS, JavaScript-dən danışacağıq və ümumilikdə proqramlaşdırma dili anlayışından danışacağıq. HTML, CSS, JavaScript webin əsasını təşkil edən dillərdir. Proqramlaşdırmanın bir çox sahəsi var. Buna embedding proqramlaşdırma daxildir və ya web proqramlaşdırma daxildir. Bu sahələrdən biri olan web proqramlaşdırmada ən əsas istifadə olunan 3 texnologiya və ya dil HTML, CSS və JavaScript. Bu gün webdə istifadə olunan başqa çoxlu texnologiyalar var. Amma bu texnologiyalar hamısı bu əsas sadaladığım 3 dildə kodların ortaya çıxarılması üçün olan texnologiyalardır. Yəni HTML baxmayaraq bundan 20 il əvvəl, bəlkə daha çox əvvəl yaradılıb, amma bu gün də webin əsasını təşkil edən bir texnologiyadır, bir dildir. Eyni zamanda CSS və JavaScript. İndi gəlin proqramlaşdırma dili anlayışı haqqında da biraz danışaq. Çünki proqramlaşdırmaya yeni başlayan bir adam bir forumda və s. gedib HTML haqqında yazanda səhvən bilməyərəkdən proqramlaşdırma dili sözünü istifadə edir. Və təcrübəli developerlar gəlib orada həmin gəncə HTML proqramlaşdırma dili deyil kimi belə bir rəy bildirmək istəyi oyanır onlarda. Mən özüm ümumiyyətlə bu tip yanaşmaları qəribə qəbul edirəm. Yəni bir adam əgər HTML proqramlaşdırma dili deyirsə, deməli öyrənmək üzrə olan bir adamdır. Bu adam elə də təcrübəli bir adam deyil və ona o anda HTML proqramlaşdırma dili deyil kimi bir cümlə yazmağın çox faydası yoxdur. Biz bu yoldaşların rəyini müzakirə edərkən öyrəndik ki, HTML proqramlaşdırma dili deyil. Proqramlaşdırma sahəsində istifadə olunan bir dildir, işarələmə dilidir. Amma proqramlaşdırma dili deyil. Ona görə ki, proqramlaşdırma dilini proqramlaşdırma dili eləyən bəzi xüsusiyyətləri olur. Orada dövr anlayışı olur, orada proqramın axışını qurmaq üçün anlayışı olur, şərtlər anlayışı olur və ya dəyişən anlayışı olur. Bunların heç birisi HTML-də yoxdur. Bu da HTML-in proqramlaşdırma dili olmaması qənaətinə gəlir. HTML proqramlaşdırma sahəsində istifadə olunan bir dildir, amma proqramlaşdırma dili deyil. Bu qədər. Növbəti videolarımızda başqa texnologiyalar haqqında öyrənməyə davam edəcəyik.